Onda niyə enerjin qalıb? İstənilən münasibətdə təkcə informasiya alış-verişi getmir, həm də enerji alış-verişi gedir. Bundan başqa, bu münasibət uzun müddət davam edəndən sonra insanlar emosional olaraq və bərabərdir, energetik olaraq bir-birinə bağlanırlar. Və bu ayrılıq baş verəndən sonra nə qədər zaman keçsə də, aralarında metrik məsafə nə qədər uzaqlaşsa da, bu enerji qaldığı müddətcə insanlar bir-birlərini xatırlaya bilirlər. Və bu enerjini necə geri qaytarım sualları gəlir bizə. Bu suala cavabı videonun sonunda verəcəm. Yəni, bir qanun var, canlı obyektlərin arasında nə qədər zaman keçsə də, nə qədər məsafə olsa da, mənbə ilə qəbul edici arasındakı əlaqə onların uyğunlaşmasından asılıdır. Yəni, keçən zamandan və ya məsafədən asılı deyil. İkinci sual. Ruhuna uyğun necə yaşamaq olar? Biz bu dünyaya fərqli missiya ilə, ruhumuzun fərqli təzahür tapşırıqları ilə gəlirik. Və insanların ən böyük yanlışlığı digərlərini müqayisə və mühakimə eləməkdir. Filan kəs niyə belədir, filan kəs filan şeyləri eləyir, amma uğurludur. Mən niyə elə deyirəm, o niyə belədir? Bu heç nəyə bənzəyir? Elə bir ki, bir magistr tələbəsi ibtidai sinif uşağı ilə özünü müqayisə edir və yaxud da ki, tərsinə. Sizin ruhunuzun tapşırıqları başqadır, sizin yolunuz, missiyanız başqadır, onlarınki başqadır. Siz özünüzü ən yaxşı halda özünüz səviyyəsində olan biri ilə müqayisə edə bilərsiniz. Amma o belə doğru deyil. Çünki burada insanın şəxsiyyəti, nəslin karması, ruhunun dediyim kimi təzahür tapşırıqları fərqli ola bilər. Yəni, eyni tarixdə, eyni saatda, eyni gündə dünyaya gələn insanların belə missiyaları və tapşırıqları fərqli olur və bu təbiidir və normaldır. Yəni, baxın bir meşədə, bir çəmənlikdə və yaxud da ki, canlılara baxın. Yəni, eyni növ bitkilər fərqli boyda, fərqli formada olurlar. Onların bitdiyi məkandan başqa, həm də daha çox şimala, daha çox cənuba, nə bilim, daha çox şərqə və ya qərbə doğru bitdiyindən də bu asılı olur. Yəni, burada o qədər çox şaxəli parametrlər, o qədər fərqli meyarlar var ki, bunları ümumiləşdirmək doğru deyil. Ona görə ən yaxşı halda özünüzü tanıyın, özünüzü kəşf eləyin. Baxın, görün, sizin üçün asan nə alınır, sizin üçün rahat nə olur, bacarığınız nədir? Yəni, sizin ruhunuza uyğun olan hər bir şey çox tez, asan və şən başa gəlməlidir. Yəni, bir uşaq necə ki, oyuncaqlarla oynayır və günün səhərdən axşama kimi oynamağına baxmayaraq, o ondan yorulmur. Sizin ruhunuza maraqlı olan şeylər sizi yormamalıdır. Tam əksinə, sizi həmişə gümrah saxlamalıdır. Bax, onda siz özünüzü kəşf edəcəksiniz, biləcəksiniz ki, bəli, bax, bu mənə aiddir, bu mənim yolumdur. Və ona görə də mən həmişə hər kəsə deyirəm ki, həmişə özünüzü mühakimə edin, yaxşı mənada mühakimə edin, özünüzü müqayisə edin, keçmişdəki özünüzlə, indiki özünüzlə. Yəni, siz bir şey bilməlisiniz ki, siz bu günləri artıq dünənkindən fərqli olmalısınız, artıq inkişaf eləməlisiniz və sabaha da bir hədəflər qoymalısınız ki, bugünkü kimi qalmayasınız, sabah artıq başqa birinə çevriləsiniz, yəni daha yüksək səviyyəyə qalxasınız. Yalan. Yalan ümumiyyətlə hər bir halda mənfəət uğrunda edilir. Yəni, orada insanın bir xeyri var, bir mənfəət güdür və ona görə də həqiqətin üstünü örtür. Bu ego da ola bilər, bu maddi qazanc da ola bilər, bu mənəvi qazanc da ola bilər, fərqi yoxdur. Yəni, bir insan yalan danışırsa, orada onun bir mənfəəti var və ona görə də yalanlar həmişə tez yayılır. Amma nə qədər də tez yayılsa da, o deyir, yalanın 40 günlük ömrü var. Ondan o tərəfə keçmir. Gec-tez bunun üstü açılır. Sadəcə insanlar bu soğan olsun, nəqd olsun məntiqi ilə yanaşdıqlarına görə, yaşadıqlarına görə düşünürlər ki, bunların yalanları və yaxud da ki, şər atmaları, iftiraları və bugünkü əldə etdikləri mənfəətləri daimi olacaq. Ona görə də istənilən səmavi kitabda bu axirətlə bağlı bilgilər verilir ki, o daha üstündür. Yəni, sən uzun
zaman çərçivəsində, yəni gələcəyə yönəlik məsələyə baxmalısan. Yəni sən bu gün etdiyin gələcəkdə sənin qabağına çıxacaq. Bu şeyləri əlbəttə ki, insanlar dərk eləmir, çoxluq bilmir, bunu qəbul eləmir və düşünür ki, bu günləri hansısa bir mənfəət əldə eləməklə, kimisə yalan danışmaqla, kimisə aldatmaqla qabağa düşür. Bir müddətlik qabağa düşür. Yəni dünyada baxa bilərsiniz də istənilən tarixi, dini, siyasi proseslərə. Yəni gec-tez bu yalanın üstü açılır. Bunu sən nə qədər də gizlətsən, nə qədər də üstünü örtməyə çalışsan mümkün deyil. Yəni zaman gətirib hər şeyi öz yerinə qoyur. Daha doğrusu bu yaradılışın ədalət qanunu, yaradılışın bu kim nə edibsə, kim aşdan nə tökübsə, qaşığına da o çıxacaq qanunu gəlib gec-tez insanın özünü tapır. Digər sual uğursuzluqla bağlıdır, ümumiyyətlə uğurla bağlıdır. Bu da bayaq qeyd etdiyim kimi bizim ruhumuzun maraqlarına uyğun istiqamət və yol həmişə uğurlu olur. O çətin görsənə bilər, mümkünsüz görsənə bilər, fantastik görsənə bilər. Amma bilin ki, o şey sizə aiddirsə, ömrünüzün son günü olsa belə siz onu əldə edəcəksiniz. Yəni ona yönəlmək lazımdır, addım-addım. Yəni sizin beyninizə hansısa bir xəyallar gələ bilər, hansısa bir arzular gələ bilər. Siz onun arxasınca gedin. Sizin üçün düz olan, doğru olan bir şey digəri üçün yanlış və tərsinə ola bilər. Siz baxa bilərsiniz ki, çoxluq bu yolla gedir və uğurlu olur. Amma siz bu yola qədəm qoyanda uğursuzluqlar baş verir. Bayaq qeyd etdiyim kimi, bəlkə sizin səviyyəniz magistr səviyyəsidir. Siz özünüzü o ibtidai sinif uşaqlarla niyə müqayisə edirsiniz? Sizin ruhunuz yüksəkdir. Sizə artıq bu şeyləri eləmək olmaz. Bayaq qeyd etdiyim, artıq sizə yalan danışmaq da olmaz. Sizə hazıra nazir nəsə əldə etmək olmaz. Siz əyri yolla gedə bilmərsiniz. Siz soğan olsun, nəqd olsun, məntiqi ilə yaşaya bilmərsiniz. Yəni sizin ruhunuz artıq yüksəkdir. O bunlardan aşıb keçib, böyüyüb, yetişib artıq, yetkin bir ruhdur. Təcrübəli ruhdur. Sizin düşüncə tezliyiniz yüksəkdir. Siz həssassınız. Siz kiməsə 5 manatlıq, belə deyim, yalan danışanda, uğurluq eləyəndə sizdən görürsünüz ki, 15 manatlıq, belə deyim, cəza olaraq çıxırlar. Bununla əslində fəxr eləmək lazımdır ki, sizdə hər şey ani baş verir. Deyə bilərsiniz ki, bəs bizim xeyri gördüyümüz işlər nəyə görə qarşılığını tez vermir? Bu da ona görədir ki, bu sizin ruhunuz üçün, şəxsiyyətiniz üçün, varlığınız üçün, təbiətiniz üçün normal haldır. Bu sizin həyat tərzinizdir, siz başqa cür yaşaya bilmərsiniz. Siz yalnız və yalnız bu yolla gedəndə uğurlu olacaqsınız. Digər bütün yollar sizin üçün uğurludur. Yəni düz yol o demək deyil ki, bu hamı üçün düz yoldur. Bunun da mütləq bir yolu yoxdur. Əgər mütləq gəlsək ki, düz yol nədir? Düz yol ilk növbədə özünə, ruhuna və şəxsiyyətinə faydalı olan işlərlə məşğul olmalıdır. Və bu işlər elə olmalıdır ki, bu ətrafına ziyan verməsin və gələcək perspektivdə tam əksinə həm də xeyir versin. Gəldik, çıxdıq, həyat çətindir şikayətlərinə. Çətin olan nədir? Bilməyəndə. Adi bir şagirdlərə baxın da, yəni onun hələ bilmədiyi, hələ öyrənmədiyi bir misal məsələni qoyun qabağına, ona baxacaq, ən yaxşı halda deyəcək ki, bu çətin məsələdir. Və yaxud da ki, deyəcək ki, mən ümumiyyətlə bunu başa düşmürəm, bilmirəm. Yəni, həyat da belədir. Həyatda çətin heç nə yoxdur. Bilmədiyimiz şeylər var və öyrənəcəyimiz şeylər var. Ona görə də çalışın, əgər bir şeyi sizin qarşınıza çıxıbsa, buna dərs kimi baxın. Bir sağdan baxın, bir soldan baxın, bir yuxarıdan baxın, bir aşağıdan baxın. Görün, buradan çıxış yolu hardadır, necədir? Burada sizə nə demək istəyirlər? Bizdə bir adət də var ki, başına bir çətinlik gələndə, bir bədbəxt hadisə gələn kimi deyirik ki, mənim günahım nə idi görəsən, mənim başıma bu gəldi. Bunun əksinə tam tərs sual vermək lazımdır ki, görəsən məndən nə istənilir, mən neynəməliyəm? Mən neynəmişəm, yox, mən neynəməliyəm? Buradan nə dərs çıxartmalıyam? Hara getməliyəm, hara yönəlməliyəm, hara baxmalıyam? Yəni, baxış bucağı çox önəmli şeydir.
Yəni biz ona görə deyirik ki, təbiət yönümlü dünya görüşü. Yəni baxın da canlılara baxın. Biz özümüzü ən ali varlıq, ən şuurlu, ən ağıllı bir varlıq hesab edirik ki, insanlar bütün canlılardan ağıllıdırlar. Amma bir də baxın da canlılara. Görün onların içərisində siz insan müdaxiləsi olmayan bir yerdə bədbəxtini, kasıbını, şikayət eləyəni görə bilirsiniz. Yalnız insan müdaxilə eləyən yerdə belə şeylər görə bilərsiniz. Yəni təbiətdə belə bir şey yoxdur. Digər sualımız da elə bunun davamı olaraq eyni şeydir. Yəni siz hələ yetişməmisiniz, böyüməmisiniz deyə sizdən istifadə edirlər. Və bu təkrarlanırsa, əlbəttə ki, sizə həyat dərs verir. Fərqli insanlarla. Valideynlərimiz də ola bilər, həyat yoldaşımız da ola bilər, övladlarımız da ola bilər. Ən yaxın belə canciyər dediyimiz dostlarımız da ola bilər. Siz o məsələdə hələ yetişməmisiniz, hələ böyüməmisiniz ki, bu təkrarlanır. Siz o dərsi alandan sonra, belə deyim, o diplomu alandan sonra ki, bəli, siz artıq bu məsələləri həll eləmişsiniz, qiymətləriniz ən azı kafi olandan sonra o hadisələr təkrarlanmayacaq və siz o dərsi almış olacaqsınız. Amma bu ilə də yenə dərs bitmir. Çünki biz heç birimiz ideal deyilik və bu davam eləyir. Yəni biz yaradılış var olduqca biz həm şəxsi, həm bioloji, həm ruhi təkamül keçirik. Təkamül yaradılışın təməl qanunudur. Bilinən mənada təkamüldən danışmıram əlbəttə ki. Yəni orada da onsuz da məsələlər başqa cürdür. Onu indi elm özü açıqlayır. Yəni biz onlara girmirik. Sadəcə bilmək lazımdır ki, təkamül ana bətnində mayalanandan ta ki biz dünyadan köçənə kimi davam edir. Fərqli formalarda. Biz hüceyrələrimizə kimi təkamül keçirik. Ən əsas da informatik sahədə. Əslində bu suala artıq cavab vermişəm. Yəni böyüməliyik. Biz nə vaxt yox deyə bilmirik. Çünki biz bilmirik. Hələ o dərəcədə yetişməmişik ki, görəsən mən buna yox desəm doğru olar, yanlış olar, inciyər, küsər. Hələ bilmirik ki, biz harda hə, harda yox deyə bilərik. Yəni bunlar hamısı dünya görüşünə bağlı bir şeydir. İnsan ilk növbədə öz haqlarını, öz sərhədlərini bilməlidir. Ondan sonra öz sərhədlərini biləndən sonra digərlərinin sərhədlərini də tanımalıdır. Yəni ən yaxşı bir yanaşma belədir ki, özünə o şeyi ki istəmirsən ki, sənə eləsinlər, başqasını eləmə. O şey ki sənə xoş deyil, ki sənə olunur, başqasını eləmə. Və bunun tərsi də var ki, digərlərinə o şeyləri elə ki, o şeylər sənə olunanda sənə xoşdur. Vəssalam. Yəni bu qədər sadə. Ən çox irad gələn də bu şeylərdə oldu bizə. Necə yəni işi Allaha qalan daha doğru yanaşmadır. Ümumiyyətlə bizdə Allah təsəvvürü, Allah yanaşması fərqlidir və əksikdir deyərdim. Yəni bu da yenə də dünya görüşünə bağlı bir şeydir. Yəni yaradılış qanunları təqdim olunub da. Yəni Allah hər bir şeyi nəyin necə nəticələndiyini, səbəb-nəticə qanunlarını qoyub ortalığa. Və sən əgər bu qanunları bilmirsənsə, oturub sadəcə dua eləyirsənsə və hər xırda bir şeydə işim Allaha qalıb deyirsənsə, əlbəttə ki, sən tənbəlsən. Sən başını işlətmək istəmirsən. Sən gözləyirsən ki, göydən kimsə düşsün yerə sənin bütün problemləri həll eləsin. Hansı o problemləri ki, sən illərdir səhv eləyə gəlmisən. Düşünün ki, bir körpə uşaq hər yıxılanda, hər duranda, məktəbə gedəndə, nə bilim bir misal məsələ həll eləyəndə hər dəfə valideynlərini köməyə çağırır. Hər bir işində. Yemək yeyəndə valideyni çağırır ki, gəl mənə kömək elə, qaşığı tut, mən yemək yeyim. Nə bilim, su içəndə valideynə kömək istəyir. O mənada biz deyirik ki, işim Allaha qalıb, ən çoxu adamlar deyir ki, tənbəldirlər. Qanunları qoyub, yolları göstərib, başını işlət, tapda çıxdı o məsələdən. Onsuz da o məsələ sənin başına gəlmişdi ki, sən yetişəsən. Da özü hər şeyi həll eləyəcəksə səni neynirdi? Buna da açıqlama verək. Biz düşünürük ki, hamımızda bu his var da, biz ən doğru, ən düzgün, ən yaxşı insanlarıq. Bu bir tərəfdən yaxşı şeydir ki, insan özünə qiymət verir, dəyər verir. Amma bu məsələnin bir tərəfidir. Amma digər tərəfdən də başa düşmək lazımdır ki,
Biz ideal deyilik, bayaq dediyim kimi. Bizim hələ düzəlməyən, yarım qalan, hələ belə düşünün ki, bir heykəldir və yaxud da ki, bir rəsm əsəridir, çəkilir və ya işlənir. Onun yarımçıq yerləri vardır, düzəlməlidir. O necə düzəlsin? Necə bilinsin? İnsan özünü necə görsün? İnsana özünü həyat qarşısına çıxartdığı insanlarla və hadisələrlə göstərir. Əgər sənin qarşına bu cür insanlar çıxırsa, demək ki, səndə düzələsi məsələlər var. Sən hələ özünü düzəltməmisən. Deyirsən ki, mən düzəm, mən beləyəm, eləyəm, amma mənim qarşıma filan kəslər çıxır. Bax, gör, harada səhvlərə yol verirsən də, özünü mühakimə elə. O insanlarla əlaqəni kəsmək 2 vur 2-dir. Yəni, münasibəti kəsdin, qutardı, getdi. Bəs yenə getdin, sən işləyəcəksən, ailə quracaqsan, övladın olacaq, sən qaçamayacaqsan bunlardan. Yəni, insanlar düşünür ki, hansısa bir formada əlaqəni kəssə, başını götürüb ölkədən getsə və yaxud da ki, ailədən getsə, məsələlər həll olacaq. Xeyr, orada məsələni həll eləmək lazımdır. Orada baxış bucağını dəyişmək lazımdır. Yəni, yenə də sual gələ bilər ki, bəs ailə içindədirsə bu, yəni bu düzəlmirsə, eləmirsə, yenə də özünüzə baxın ilk növbədə. Əgər siz hansısa bir formada münasibəti kəsdiniz, nə bilim, aralandınız, iş yerini dəyişdiniz, həyat yoldaşından ayrıldınız, nə bilim, valideynlərinizdən ayrıldınız, övladınızla münasibətinizi kəsdiniz, yenə də bu davam edirsə, demək, sizdə də nəsə əskikliklər var, yanlışlıqlar var. Yəni, ümumiyyətlə, bütün yanaşmalarda insan ilk növbədə özünü mühakimə eləsə, özü ilə danışsa, özünə qarşı səmimi olsa, özünü bir güzgü qarşısına qoyub baxsa, onda həm məsələlər həll ola bilər, həm özünü görə bilər, özünü kəşf eləyə bilər, həm də avtomatik ətrafı dəyişə bilər. Bu 3 təqdimat qanunu haqqında bilgi vermişdik. Səhifəmizdə video var, izləyə bilərsiniz. Amma yenə də açım. Yəni, bir şey sizə 3 dəfə gəlirsə, onu artıq itələməyin, o sizindir. Və yaxud da ki, bir şey sizdən 3 dəfə uzaqlaşırsa, ondan da tutub yapışmayın, sizin deyil. Bax, bu yəni indiyə kimi danışdıqlarımın hamısının, belə deyim, diaqnostik variantıdır. Yəni, siz baxa bilərsiniz ki, bir iştahınıza gedirsiniz, bir yol tutub gedirsiniz. 1, 2, 3. Artıq ikincidən, şəxsən mən bir şey 2 dəfə alınmırsınız, üçüncünə cəhd eləmirəm. Və yaxud da ki, tərsinə. Yəni, üstümə bir şey 2 dəfə gəlirsə, bilirəm ki, bu 3-cü dəfədə təkrarlanacaq və daha şiddətli şəkildə təkrarlanacaq. Ona görə də başa düşürəm ki, bu mənimdir. Mən bu ilə məşğul olmalıyam, bunu mən götürməliyəm. Və yaxud da ki, artıq bir şey 2 dəfə alınmırsa, üçüncü dəfə o şeyin dalınca getmirəm də. Gəbəz salanda bitdi. Yəni, həyat bizə onsuz da hər şeyi göstərir. Bizə bunları öyrətməyiblər, göstərməyiblər və yaxud da ki, bu nəticələrə gəlməmişik. Amma sizə deyim ki, insanlar var, heç yazıb oxuya da bilmir, dağın başında yaşayır. Nə bilim, çoban dediyimiz biridir. Amma o insanlar təbiət qanunlarını daha yaxşı bilirlər. Yəni, gedib o insanlarla 1-2 dəfə söhbət eləsəz, görərsiniz ki, sizə müdriklərin demədiyi sözləri, qaydaları, qanunları deyirlər. Çünki adamlar daima təbiətlə təmasdadırlar və özləri ilə baş-başa qalıblar çox vaxt. Və bu düşüncələrə də gəlib çıxıblar. Bunun üçün akademiya qutarmaq, təlimlərə qatılmaq, çoxlu kitablar oxumağa ehtiyac yoxdur. İnsan öz-özü ilə qalıb, öz-özünü oxusa, ruhu ilə bir informasiya alış-veriş eləsə, bu nəticələrə gələ bilər. Bu sualımıza da cavab eyni ilə. Ki, insan ilk növbədə özü ilə məşğul olmalıdır. Yəni, İncil ayəsində deyildiyi kimi, özünüzü xilas eləyin, ətrafınız xilas olacaq. Dağınıqlıq, fikir dağınıqlığı, nə bilim, həyatdakı bu xaos dediyimiz şeylər, onların heç biri xaos deyil. O bizim gözümüzə elə görsənir. Onların heç biri dağınıqlıq deyil. Biz sadəcə onları, o puzzle'ları görə bilmirik, toplaya bilmirik bir yerə. Yəni, uşaqlar üçün o puzzle oyuncaqları satırlar. Əlbəttə ki, kiçik yaşlı uşağa versən, o şeyləri o yığanmayacaq, o mənzərəni görənməyəcək. Amma biraz böyük uşaq görürsən ki, artıq o şeyləri toplaya bilir, bir yerə gətirə bilir. Yəni, gəlib çıxırıq bilgiyə. Siz bilgiləndikcə, inkişaf elədikcə o puzzle'ları otuzdurmalısınız yerinə. Dağınıqsınız, əlbəttə dağınıqsınız. Puzzle'lara baxmırsınız, baxmaq da istəmirsiniz, yerinə də qoymaq istəmirsiniz.
Yığın bir yerə, görəcəksiniz nə mənzərə çıxır, oradan nə mesaj çıxır sizin üçün. Bütün bu bilgilərin təməli, əlifbası bizim can sağlığı paketimizdə və insan orqanizminin istifadə təlimatı kitabında yer alır. Yəni, həm insanlar düşünürlər ki, can sağlığı paketi sadəcə xəstələr üçündür. Tam əksinə. Bu, sağlam düşüncəli, sağlamlığında hansısa bir narahatlıq olan və başını işlədib onu yoluna qoymaq istəyənlər üçündür. Yəni, burada təkcə bizim cismani bədənimizin sağlamlığı ilə deyil, həm də bizim oradakı bilgisizliklər, çətinliklər, təkrarlar, kimdəsə enerjisi qalmağı, kimisə unuda bilməməyi, nə bilim, kimlənsə görüşəndən sonra və yaxud da ki, hansısa məclisə gedəndən sonra narahatlıqlar. Yəni, bunu saymaqla bitməz də bu kitabın içindəki olan bilgiləri. Yəni, universal kitabdır. Bizə suallar verirlər ki, filan xəstəliyə də kömək eləyər. Həqiqətən bunun xeyri var. Da deyirik də ki, effekti olmasa 6 ay ərzində. Yəni, bu müddət ərzində sizə heç kim, heç yerdə, heç vaxt zəmanət verə bilməz. Biz bu boyda müddəti sizin üçün ayırırıq ki, 6 ay ərzində götürün, tətbiq eləyin. Effekti olmasa gəlin, qaytarın, pulunuzu tam geri alın. Başqa nə deyək, necə deyək? Yəni ki, sizin tam vaxtınız olsun ki, özünüz şahid olasınız. Və indiyə kimi də bu kitabı bizə qaytaran olmayıb. Yəni, effekti olmadı deyə qaytaran olmayıb. Qaytaran olub ki, başa düşmədim, qaytaran olub ki, uyğun olmadı. Çünki adam başına əziyyət vermək istəməyib, tərpənmək istəməyib, baxış bucağını dəyişmək istəməyib, komfort zonadan çıxmaq istəməyib. İstəyib ki, elə əvvəlki həyatını yaşasın, həm sosial həyatında, həm bioloji bədənində, həm ruhi müstəvisində hər şey qayda qanunda olsun, hər şey rahat geçsin. Elə olmur. Siz başınıza gələn şeylərdən nəticə çıxartmadıqca heç nə düzələn deyil. O dərsləri almadıqca, qiymətlərinizə kafi yazılmadıqca bunlar düzəlmir. Və bu əlifbadır. Bunu keçə bilməyən, bu can sağlığı paketini əldə eləyib, başa düşüb, hansısa bir şeylərə addım ata bilməyən insana biz nə təlim, nə webinar məsləhət görmürük. Təməl budur. Təlimə gəlib, sənin bundan xəbərin yoxdursa, mənim təlimdə danışdıqlarım sənə belə bir fantastik bir şey kimi gələcək. Sən birinci buna şahid ol, gör necə işləyir, ümumiyyətlə nədir, necədir, ondan sonra. Bir də bizdən seanslar da istəyirlər. Biz seans eləmirik, çünki seans müvəqqəti bir şeydir. Mən buradan nələrsə eləyəcəm, enerji verəcəm ora-bura, ondan sonra 5 gündən sonra eyni şeydir. Sənin buradakı dünya görüşün, baxış bucağın, başın dəyişməyibsə, mənim sənə kömək eləməyimin heç bir mənası yoxdur. Biz bunu artıq neçə illərdə təcrübəmizdə yaşamışıq, görmüşük. Mümkün deyil. Yəni, quyuya su tökməklə dolmur. Olmur da belə bir şey. Bugünlük bu qədər. Sağ olun, sağlam qalın, salamat qalın.